düzgün qidadan başlayır. İştahanı necə azaltmaq və GLP-1 hormonunu təbii şəkildə artırmaq olar? Təxminən 20 il əvvəl liflə bağlı anlayışlarımızı kökündən dəyişən bir kəşf edildi. Məlum oldu ki, bağırsaq bakteriyalarımız bizim yediyimiz lifləri yeyərək qısa zəncirli yağ turşuları adlanan mühüm siqnal molekulları istehsal edir. Amma mövzunu düzgün anlamaq üçün əvvəlcə kiçik bir elmi çərçivə quraq. Hüceyrələr həyatın əsas vahididir. Biz trilyonlarla hüceyrədən ibarətik. Hüceyrələr bir-biri ilə səthlərindəki reseptorlar vasitəsilə əlaqə qurur. Bir çox hormon məhz bu prinsiplə işləyir, kilid və açar kimi. Hormonlar siqnal daşıyıcılarıdır və hərəsinin özünəməxsus forması var. Qana buraxıldıqdan sonra bədəndə dövr edir və uyğun reseptoru tapana qədər hərəkət edir. Açar kilidə girəndə hədəf hüceyrədə bir sıra reaksiyalar işə düşür və ya söndürülür. Hüceyrə reseptorlarının ən böyük ailəsi G zülalla əlaqəli reseptorlar adlanır. Qısaca GPCR. Hazırda bazarda olan dərmanların 1/3-dən çoxu məhz bu reseptorlar üzərindən təsir göstərir. Antihistamin dərmanlar buna nümunədir. Biz yüzlərlə fərqli GPCR kəşf etmişik. Amma təəccüblüdür ki, onların bir çoxunun nə iş gördüyünü hələ də bilmirik. Kilid var, amma açar bilinmir. Buna görə onlara yetim reseptorlar deyilir. Bu sirli reseptorlardan ikisi GPR43 və GPR41 immun hüceyrələrdə, yağ hüceyrələrində, bağırsaqda, əzələlərdə və ürəkdə çox miqdarda tapılıb. Onların vacib olduğu bəlli idi, amma nə tərəfindən aktivləşdirildiyi yalnız 2003-cü ildə məlum oldu. Alimlər bu prosesi yetimlikdən çıxarma adlandırır. Bu kilidlərin açarı bağırsaq bakteriyalarımızın lifdən hazırladığı qısa zəncirli yağ turşuları idi. Yəni, bağırsaq bakteriyaları bu yolla bizimlə ünsiyyət qurur. Sonradan bu reseptorlar sərbəst yağ turşusu reseptorları adlandırıldı və lifin xroniki xəstəliklərdə niyə bu qədər önəmli olduğunu anlamaqda əsas açarlardan biri sayıldı. Hormonlar bir orqanda istehsal olunub, qanla başqa orqanlara təsir edən siqnal maddələridir. Bu baxımdan qısa zəncirli yağ turşularını da hormon hesab etmək olar. Sadəcə onları istehsal edən orqan bağırsaq mikrobiyomumuzdur. Amma bakteriyalar bunu lif olmadan edə bilməz. Bəs bu reseptorlar yağ hüceyrələrində nə edir? Xatırlayırsınızsa, leptin adlı hormon var. Yağ hüceyrələri tərəfindən istehsal olunur və beyinə bədən çəkisini tənzimləmək barədə siqnal verir. Qısa zəncirli yağ turşuları leptin istehsalını artırır. Bu, laboratoriyada ayrıca yağ hüceyrələri üzərində də, cərrahiyyə zamanı götürülmüş yağ toxumasında da göstərilib. Biraz qısa zəncirli yağ turşusu əlavə edəndə leptin istehsalı demək olar ki, 2 qat artır. Leptin iştaha azaldan hormondur, amma təsiri daha uzun müddətlidir. Bundan əlavə, qısa müddətdə təsir göstərən başqa iştaha azaldıcı hormonlar da var. Bunlardan ikisi PYY və GLP-1 hormonlarıdır. Bu hormonlar yoğun bağırsağı örtən xüsusi L hüceyrələri tərəfindən ifraz olunur. Və təxmin edin, bu hüceyrələrin üzərində hansı reseptorlar çoxdur? Sərbəst yağ turşusu reseptorları. Qısa zəncirli yağ turşuları bu hüceyrələrlə təmasda olanda PYY və GLP-1 istehsalı başlayır. Bunu ya birbaşa laboratoriyada, ya da insanlarda, məsələn, liflə zəngin qidalar yeməklə müşahidə etmək mümkündür. Bu hormonlar qana buraxılır və beyindəki iştaha mərkəzinə gedərək aclıq hissini azaldır. Bunun əksi isə qrelin hormonudur, aclıq hormonu. Yeməkdən əvvəl artır, yeməkdən sonra azalır və sonra yenidən yüksəlir. Amma maraqlı məqam budur ki, yeməkdən 4 saat sonra cəmi 24 qram lif qəbul edən insanlarda qrelin səviyyəsi sanki 500 kalorili yemək yeyilmiş kimi aşağı qalır. Uzun müddətli tədqiqatlar da oxşar nəticələr göstərir. Artıq çəkisi olan uşaqlarda lif artırıldıqda, onlar büfe yeməklərində yüzlərlə kalori az yeyiblər.